Bu da Xəzər rayon icra hakimiyyəti. Qardaş, sakinlər Şağanda, sahil marketin yanı tərəflər. Suyun içində batıb, fövqəladə hal. Yəni, icra hakimiyyətinə müraciət olunur. İcra hakimiyyəti heç bir köməklik göstərmir. Bizim deyir, səlahiyyətimiz deyil. Biz nə su vuran qurumuq, nə bilim nə, heç nə də, yəni konkret olaraq sakinlərə heç bir köməklik göstərmək fikirləri yoxdur. Sakinlər batıb ölə bilər suyun içində. Mən müraciət edirəm ki, fövqəladə haldır. Bütün küçələr, evlər, həyətlər hamısı suyun içində batır. Amma bunlar heç bir köməklik göstərmir. Konkret olaraq, yəni heç bir köməklik göstərmir. Bu da baxın, Bakı şəhər Xəzər rayon icra hakimiyyəti. Heç bir köməklik göstərmək fikirləri yoxdur, heç bir köməklik də eləmirlər.